Hello. Sushi date gedirik. Yanımda həmişə kimi, oyda hər yeri çəkdim özümdən başqa. Yanımda həmişə kimi bacım var. Və uzun müddətdir görəsən səsim gəlir, gəlir. Gəl, baxacaqlar içindəki çək. Düşbərə kimi tək şey. Hə, tək. Bu boyda, bu boyda. Biraz yavaşlaşa bilərsiniz. Qızlarla sushiyə gəldik və yanımda bu dəqiqə ən son Sadətlə 4 il əvvəl görüşmüşdük. Birinci kursda oxuyanda görüşmüşdük. Siz yox idiniz hələ o vaxtı. Bu yox. Sən ondan olmamışdın. Ora gedirik, dons. Heç nə olmaz. Görüşərdiniz o sizin. Önəmli bir şey demək istəyirəm. Deməli, bu qızlarla münasibətimiz necə başladı? Məni K-pop bataqlığına salan insanlardılar özləri və yəni bəli, biraz möhkəm danışmışdı. Humayun hələ də o ilk gün mənə bozarmağı dünən kimi yadımda. Amma mənim yadımda deyil. Mən hər şey yadımdadır. Humayun narahat olma. Mən yadımı salaram arada. Yaxşı, Humay bozarmışdın sən. Mən pozardım. Hə. Bu arada mən o qədər əmin idim ki, Qəndədə bəyənməyəcək. Heç o vibe vermirəm. Qəndiraş gəldi bir şey, çox bəyəndim falan da şoka düşdüm. Böyle özdə mənim yolda çox belə danışmırdıq. Random bir şey. Elə ondan sonra oldu. Ay sonra. Mən o kağızı orada saxlayırdım bir. 3-4 il saxladım, sonra nə oldu bilim. Ay bacım, mən bilirsiniz niyə antım? Mən qulaq sadasmırdım. Talih falan. O zaman mən deyirəm. Sənə də o dalğaya kapılmışdın, bilmirəm. İran olsun deyə yaşamısan. Mən yanılmıyorum. Mən olsa o zaman saymıram. Belə yəni temalar belə başlamışdı o vaxt. Hə, yəni indi o qızlarla görüşmüşük. Hamısı çəkilmiş bu bayaqdan. Taltayla kəsilsən. O sənin səsini yüksək qoyacağam. Bilmirəm. 60-ın fərqdə. Bu nə gözəlliyə bacım. Bacım gör nə gözəl. Neçə? Body ikinsə. Bax son eləyə bilərdin yəni. Başqa bir şey eləyəməzdin. Çox hızlı desək ki, zəzat oxuyan olmuşam yəni. Canım Neçə olsa? 60 civarında indi. 60 görürəm. Bağışda. Əziz Şamadım. Qəşəksən. Ne yapsın? Buradan falan her şey gelip aşağı. Ev yox. Bir şey yok, bir şey yok. Biraz Məsələn, biz o qədər gözəl gün varkən şəhərə çıxmağı niyə belə havaya saxladıq? Yok biz saxlamadıq. Biz çıxacağıq deyə havadan oldu. O da ola bilər, düzdür. Səhər tezdən, dünən axşam öyrəndik ki, bugün yağış var. Dünən də hava yaxşı deyildi. Çox da pis deyildi də, yəni bugünə baxan yerdə. Hə. Çünki Humay xanımın imtahanı var. Nəysə ki, indi Targovya gedirik. Çünki bacım çay içmək istəyir. Evdə çay içməyən insan dirənib ki, mən çay içmək istəyirəm. Ora gedirik. Saçım da dağıldı. Antik kafeye geldik və yəqin ki, biraz burada takılacağıq.
Əslində yəni uzun müddətdir çıxmaq istəyirdim. Sadəcə praktika, iş, universitet biraz vaxt eləmək olmurdu. Ona görə də bugün istəyirəm ki, yaxşı əylənim. Ne oldu? Şekil değil mi? Gel de. Şekil niye değil? Ve şekil çekiliriz. Ne? Çift ayakkabılarını gösterme. Yenə yağış başladı. Bəli, indi metroya qaydırıq çünki hava həm soyudu, həm də yağış yağır. Evlərimizdə dağılışacağıq. Və mənim niyəsə yuxum gəlir və sabah praktika və universitet var. Bəli. Yağışa tutulduq yenə qaydanda. Dediyim kimi bu arada mən deyəsən xəstələnirəm. Biz gəldik və çatdıq, amma belə bir problem var. Mən səfərimizə yolda bitiş vermədim. Çünki ola bilsin harasa da gedə bilərdik əlavə. Amma hava şəraitinə görə heç nə eləyə bilmədik və evə qayıtdıq. Video burada yekunlaşır, yəni bu qədər. Edit eləyəndə nə qədər çıxar bilmirəm. Eybi yox. Hər neysə. Makyajım hər nə qədər dağılmış vəziyyətdə olsa da məncə gözələm. Sizi sevirəm. Kanala abunə olmağı, like atmağı və komment yazmağı unutmayın. Hələlik.